Salam. Bugünkü dərsimiz fizika üçün model test tapşırıqlarından 4-cü qrup üçün verilmiş 24-cü test tapşırığının həllidir. İçərisində maye olan qabın dibinə bağlanmış 6 kiloqram kütləli K cismi şəkil 1-də kimi tarazlıqdadır. İp kəsildikdən sonra o şəkil 2-dəki vəziyyəti alırsa, gərilmə qüvvəsinin qiyməti neçə newtondur? Birinci şəkil üçün tarazlıq şərtini yazsaq, gərilmə qüvvəsi aşağı, Arximed qüvvəsi yuxarı, ağırlıq qüvvəmiz mc də aşağı. Onda tarazlıqda durursa, mc plus t gərilmə yazarıq. Bərabərdir F Arximedə. Kütləmiz 6 kiloqramdır. Ona vurarıq 60. Plus t gərilmə bərabərdir F Arximedin yerinə yazarıq. Rho maye, C, V batandı. V batanda hamısı batdığından yazırıq V cisim. İndi ikinci şəklə baxırıq. İkinci şəkildə ip kəsildikdən sonra yuxarı qalxmışdır. Yenə ağırlıq qüvvəsini, mc-ni Arximed qüvvəsinə bərabər yazarıq. Tarazlıqda durur səthində. F Arximedin yerinə yazarıq. Rho maye, C. Baxırıq cismin 3-dən 1 hissəsi batmışdır. 3-də 1 V cisim. V batanın yerinə yazarıq. mc-ni tapdıq 60. 60 bərabərdir 3-də 1 Rho maye, C, V cisim. Buradan Rho maye, C, V cisim bərabərdir 60 böl 3-də 1. 60'ı da 3'də 1'ə bölsək, 60 vur 3 eləyər 180 newton. Gətirib ifadəmizi yerinə yazsaq, 60 üstə gəl t gərilmə bərabərdir. Arximed qüvvəsini də tapdıq 180. Buradan t gərilmə də bərabərdir 180 çıx 60 eləyər 120 newton. Bugünkü dərsimiz bu qədər. Suallarınızı rəy bölməsində yaza bilərsiniz. Sağ olun.